Deməli, bu çalışmanın izahını keçək. 8-ci tapşırıqdır bizə. Deməli, yuxarıda ölçülər neçədir? Neçədir bu belə? Baxaq, neçədir bu belə? 2 dənə burada çevrə var da. Bu böyük çevrədir, bu kiçik çevrədir. Bunun ölçüsü neçədir? Böyüyün. 50-dir. Kiçiyin ölçüsü neçədir? 24. 24. Deyir ki, burada 3 dənədir də. Yəni, bax bu və bu aşağıdakılar neçədir? Elə 24-dür də. Üçü də 24. Gəldik home tabına, draw'a, gəldik çırpıla. Burada diametri seçdik. 50 yazırıq. Enter. Və eyni mərkəzli bir dənə də başqa çevrə çəkirik 24. Aydındır. Sonra fikir veririk ki, bu çevrənin mərkəzindən baxın. Biz gərək buraya kimi gələk də, düz deyil. Sonra buradan da ya sola ya sağa gedəcək. Bu çevrənin mərkəzindən bura kimi məsafə nə qədərdir? Verilib də burada neçədir? 174-dür. Yəni, bax, bu çevrənin mərkəzindən, bu çevrələrin mərkəzi var, yəni. Bura kimi məsafə neçədir? 174. Düz deyil. Biz normalda buradan biz line da çəkə bilərik. Məsələn, line çəkərik 174, misal üçün. Aydındır. Sonra da indi bu düz mərkəzdə yoxdur da, düz deyil. Bu çevrə mərkəzindən bu çevrə mərkəzinə kimi məsafə neçədir? 90-dır. 90-dırsa, sağa sola neçə olacaq? 45 olacaq da. 2-yə bölürük də. Aydındır yoxsa necə? Bax, buradan bura məsafə 90-dırsa, mərkəzdən bura kimi məsafə neçədir? Onun yarısıdır da. Başa düşdün necə? Bildin də, yəni bu ikisi arasında əgər məsafə, bununla bu arasındakı, yəni bu çevrənin mərkəzi ilə bu çevrənin mərkəzi arasındakı məsafə 90-dırsa, deməli bu çevrənin mərkəzindən mərkəzə kimi neçə olacaq? Onun yarısı olacaq. Deməli, biz nə etməliyik? Burada 45 çəkməliyik də. 45, enter. Aydındır. Eski basırıq. Sonra gəlib məsələmdə burada misal üçün sirkula girib diametr məsələn 24 verə bilərik də, düz deyil. Amma burada bir məsələ vardır. Bunu belə eləmək uzun gedir. Bunu nə zaman istifadə edəcəyik? Məsələn, bu 24 deyil. Tutaq ki, bunlar 24 olmasaydı, razını, yəni müxtəlif ölçülər olsaydı, biz bunu belə eləyəcəkdik də. Elə bir 174 aşağı gələcəkdik. Sonra da 90 yarısı necədir? 45-dir də. Yəni 45 sola, 45 sağa line çəkib, onun üstündən çevrə çəkəcəkdik də. Düz deyil. Amma görürük ki, zaten o balaca 24'dür. Aşağıdakılar da 24'dür. Düz deyil. Bunu vaxtımız getməsin deyənə gəlib nə edirik? Bunu seçirik. Ən rahat üsulu. Buna görə videolara tam bax, sonra eləməyə çalış. Yəni, heç olmasa 2 dəqiqə, 3 dəqiqə bax, sonra elə. Sonra yenə 2-3 dəqiqə bax, elə. Biz bunu kopyalayacağıq. Nəyə görə? Çünki zaten aşağıdakılar da bundan eyni nədədir? Eyni ölçüdədir də 24. Mən gələrəm elə özümü yorulmaqdan ötəri bunu seçib kopyunu basaram, düz deyil. Sonra bunun mərkəzindən bura kimi neçə gələrəm? 174 gələrəm. Enter. Sonra da buradan da bura indi eski vur. Sonra da bunu seçərəm belə. Seçərəm. Burada move nə idi? Hərəkət elətdirmək, yerini dəyişmək. Buradan ya sola ya sağa fərqi yoxdur. Nə qədər gedərəm? 90 yarısı neçədir? 45. Enter. Aydındır. Belə gedərəm də daha tez olsun. Sonra da bunu seçərəm. Burada nəyə basaram? Mirror basaram. Mirror nədir? Aynalamaqda. Gəlin bunun mərkəzini seçərəm. Ki, nəyə nəzərən aynalayaq? Bu mərkəzə nəzərən aynalayaq. Və fikir versən, ondan eyni oldu da. Belə eləyəndə daha tez olur. Aydındır. Amma bunların ölçüləri fərqli olsaydı, biz onda nə etməliydik? Line çəkməliydik. Sonra 45 belə, 45 belə şey eləməliydik. Yəni, ayrıca bir çevrə çəkməliydik. Sonra da gəlib nə edirik? Görək burada başqa bizə nələr verir. Burada baxaq, görək başqa nə var. Bax, burada fikir verirsən, bir çevrə var. Burada bir çevrə var. Bunun ölçüsü neçədir? 30 radius. Aydındır.
Bu isə buranın şeyidir, buraya aiddir. Bu bizə maraqlı deyil. İndi bunun mərkəzi haradır? Bu mərkəzi tapmaq üçün bu mərkəzindən aşağıya qədər nə qədər gəlməliyik? 80. Bax, burada line istifadə etmək lazımdır. Geri bura line seçirik. Bunun mərkəzindən dəqiqə, eski bunun mərkəzinə düşmədi. Bunun mərkəzindən aşağıya nə qədər çəkirəm? 80. Burada verilib də 80 aşağı gəlirəm. Sonra da bunun üstündə radiusu seçib, nə edirəm? Bir çevrə çəkirəm, 30-dur. Aydındır. Bəs bu çevrənin ölçüsü neçədir bu aşağıda? Neçədir? 20-dir də. Bax, 20. Düz deyil, 20-dir də. İndi buradan nə qədər məsafədədir? Buradan bura kimi nə qədər məsafə var? Bax, 75. 75. Gəlirik bir dənə də nə edirik? Bunu silək, bu bizə lazım deyil. Sonra line-ı götürdüm. Buradan da bir 75 aşağı düşürəm. Enter vururam. Eski basıram. Sonra da gələm burada. Radiusu seçib, burada bir dənə neçəliyi çəkirəm. 20-dir də. Все. İndi fikir ver. Bunu da seçək, silək. Sonra bu çevrə ilə bu çevrəni birləşdirən burada nə var belə? Düz xətt var. Bu iki çevrəyə toxunan düz xətt var. Normalda mən burada line-ı seçsəm, bunun kvadrant hissəsindən, bunun kvadrant hissəsinə doğru çəkə bilərəm. Çəkək və baxaq. Burada amma problem nə olacaq? Problem bu olacaq ki, bunun içindən keçəcək. Aydındır. O problemi necə eləyirdik? Biz burada toxunan çəkəcəyik. Toxunan xətt çəkməkdən ötəri delete düyməsini basaq. Bildin də problem nə oldu? Nə edərik? Biz gəlirik maqnit bağlantılara. Bir dəqiqə. Maqnit bağlantılara girərik. Obyektə girərik. Burada hamısı nə edərik? Pasiv eləyərik. Bir də nəyə aktiv edərik? Tangent. Tangent nədir? Toxunan. Toxunan seçmək istəyirik də. OK vurarıq. Gəlir burada draw'a line-a. Burada toxunanın işarəsidir də. Bu dairə formasında bu yaşıl var. Toxunanı bildirir. Burada bura kimi bir dənə toxunan çəkərik. Eski düyməsini basıram. İndi biz bunu təxmini buradan bura kimi götürdük də. İndi buradan bura kimi də çəkə bilmərik də dəqiq. Bununla eyni ölçüdə olmayacaq. Ola bilər, məsələn, bunu bu tərəfdən götürmüsən buradan. Ola bilər buradan götürməsən, ola bilər biraz buradan götürərsən, biraz aşağıdan götürərsən. Ona görə biz bunu nə edəcəyik? Mirror eləyəcəyik də, aynalayacağıq. Əksini kopyalayacağıq. Gələm, deməli, maqnit bağlantılarına girəcəm. Girirəm buradan. Hamısı nə edirəm? Aktiv edirəm ki, mən bunu mirror edə bilim də. Gəldim, seçdim bunu. Seçdim. Gələm mirrora. Deyir, nəyə nəzərən aynalayacağıq? Mərkəzə nəzərən. Mərkəzi seçirəm və bunu da aşağı verirəm. Onu basanda nə edir? Kopyalayır. Yesi basanda da olur. Bunu götürür buraya yerini dəyişir. Biz də onu basırıq ki, kopyalasın. Sonra da nə edərik? Trim alətini götürüb buraları silərik. Aydındır, bu formanı almadan ötürü. Eski düyməsini vuraq. Çıxaq buradan. Sonra fikir ver, bu şəkilə baxaq. Bax, bu yekə, burada yekə çevrə də var da kənarda. Biz onu çəkməmişik. Bu yekə çevrənin ölçüsü neçədir? Bax, bu yekə çevrə var. Neçədir bu? 30-dur da. 30. Aydındır, bir dənə də belə çevrə var da. Burası elə bir trim olub da. Gələrik bura bir dənə radius götürərik. Buranı neçə eləyərik? 30. Aydındır. Sonra bunu seçərik. Onsuz da opsi də 30-dur da. Basarıq. Kopyalanı basarıq. Buradan götürərik elə bunun üstünə gətirərik. Elə görsən bunun üstünə gətirəndə elə avtomatik burada neçə yazır? 90 yazır. Ya da belə də elə bilərdik də, gətirib belə eləyib 90 da yaza bilər. Elə hazır bunun üstünə qoyaram da. Aydındır, eski basırıq, çıxırıq. İndi fikir ver. Burada bu iki dənə çevrəyə toxunan, böyük çevrəyə toxunan, bir dənə nə var? Bir toxunan var. Bu hissə. Bunun ölçüsü neçədir? Radius 150-dir. Toxunan çevrə çəkmək üçünsə girik bura, radiusu seçirik. Gələm deyirəm ki, bu hissədən və bu hissədən
toxunan bir dənə çevrə çəkək. 150 verək. Enter bura. Aydındır. Hı. Sonra da nə edərəm? Trim. Trimə girərəm. Bu hissəni trim elədim. Aydındır. Belə. Sonra görək başqa nə var burada. Burada başqa nə var? Bax. Deməli. Bizə deyir ki, bunun mərkəzindən deyir ki, 40 aşağı düş. Aşağı düşəcəm. Aydındır. Bax bu hissədən. Bu hissədə nə edəcəm? Bir xətt çəkəcəm də. Bax, gələm bura, line-a girirəm. Bax, bunun mərkəzindən nə qədər düşməliyəm? 40. 40 düşürəm aşağı, 40. Enter. İndi fikir ver. Bəs sola nə qədər gedəcəm? Sola, sağa nə qədər gedəcəm? Bax, bura gəldi, bura düşür də bu. Zaten bununla bu arasındakı məsafə, baba, bu hissə ilə bu hissə arasındakı məsafə neçədir? 90-dır da. Yox, 90 deyil da. 100. Biraz, hə. Bax, bununla bu arasındakı məsafə neçədir? 100-dür. 100-dürsə, nə edəcəyik? 2 yerə böləcəyik də. Sağa sola nə qədər düşür? 50 olacaq. Deməli, bura neçə çəkirik? 50. Aydındır. 50 çəkdik. Gəldi, bura düşdü də. Hətta bunu seçərik. Mirror da eləyə bilərik. Ya da ki, elə əllə çəkmək də olardı. Gəlin, bu mərkəzi seçirəm. Bir dənə də belə elədik. Düz deyil. Əslində qalsa heç buraya çəkməyə də ehtiyac yox idi. İndi buradan bir dənə nə çəkməliyik? Bir burada, deməli, biz buraya gəlib çatmışıq da. Təxmini bir xətt çəkəcəyik. Amma ölçüsü yoxdur da, təxmini. Çünki onsuz da biz onu trim eləyəcəyik. Ölçü çox vacib deyil. Buradan bura kimi təxmini bir xətt çəkirəm. Təxmini. Eski vururam. Heç bax, gəl bu hissəni ləğv elə, heç bu hissə lazım deyil bizə. Çəkəndən sonra fikir ver. Bu xətt ilə, bu yekə çevrə var. Buraya toxunan bir dənə nə var? Bir çevrə var. Baba, bu hissədə. Bunun ölçüsü bu hissədə yox, bu hissədə yazdım. Neçədir? 24. Bildin necə? Bu xətlə, bu çevrəyə toxunan, yəni söhbət nədən gedir? Buna, bir də buna toxunan bir dənə arada nə var? Bir çevrə var. Girəcəm nəyə? Toxunan çevrə nədir? Tantan radiusdur. Gələm, bir bura vuraram, bir də bu xəttə vuraram. Ölçü neçədir? 24. Enter vuraram, ISO. Bir dənə nə çəkdik? Toxunan çevrə çəkdik. Sonra da bunu nə edirəm? Buradan girib trimlə bu hissəni kəsərəm. Bu xətti də kəsərəm də, düz deyil. Eski vuraram. Sonra bunun özünü də nə edirəm? Mirror edirəm. Seçərəm bunu. Bu xətti də seçək. Başa düşdün? Bax, eski vuraq. Bax, bunu da seçirik. Bunu da seçirik. Aydındır. Bunu seçməyə ehtiyac yoxdur. Bu köməkçi xətti. Bunlar lazım deyil. Modify edirəm. Mirror'u seçirəm. Bu mərkəzi seçirəm ki, yəni mərkəzə nəzərən eləsin də bunu. Aydındır. Yoxsa yox. Onu basıram, pisiyor. Bu da getdi. Bunlar da getdi belə. Bunu bir dənə silək. Bunu sildik. Bunu burasını əmələ gətirdik. İndi. Burada bir dənə də çevrə var. Bax, burada bir dənə də yekə bir dənə nə var? Çevrə var. Biz onu heç çəkmədik. Bunun ölçüsü neçədir burada? Bir dənə də yekə belə bir çevrə var. 90. Hə? Diametr 90'dır da. Diametr 90. Bunu çəkmədik, ona görə bizə problem yarattı. Diametrə giririk, bax. Buradan bir dənə 90'lıq da çəkək, 90. Çəkəndən sonra hər şey aydın olacaq. İndi, bax, burayla. Bizim çəkdiyimiz hissə əslində qalsa buradır da, yəni, bax, bu hissədir. Düz deyil. Çevrə, hə? O xətti silməzdiyim. Daha görə sildik. Bir dənə o xətti təzdən çəkək. Buradan bura nə qədər düşürdük? 40 düşürdük, 40. Aydındır. Buradan da bura 50 idi. Zaten yazma, 50 yazdıq. Eski bıraq. Bu burada düz deyil. İndi bizə nə lazımdır? Bura və buraya toxunan
Nə lazımdır? Bir çevrə lazımdır. Buranın ölçüsü neçədir? Burada verilib 15. 15. Bu hissədə başa düşmədin necə? Bax bu yekə çevrə var. Bu yekə çevrə ilə hansı ki bu hissə var. Bu hissəyə toxunan bir dənə. Gələn burada neyi seçirəm? Tantan radiusu seçirəm. Bax bu hissəyə toxunan, bir də bu hissəyə toxunan. Bir dənə nə var? 15 radius, 15 16 da neçə? 16. 16. Enter vururuq. Bir dənə də belə bir çevrə var. Aydındır. Tam olaraq birləşmədi hə ona. Hayır. Tam olaraq birləşmədi. Cebdən bunu silək. Təzədən eləyək. Çırpıq. Tantan radius. Bax buna bir də buna. Neçə oldu? 16. Enter. Gəl belə düşürük. Tam dəymir ona. Aydındır. Gəl belə eləyək. Gəl belə eləyək. Sən bunu sil. Bax burada bu xətt var ya belə. Bu xətti biraz da uzadıram. Bu xətti var biraz da uzadıram. Aha. İndi. Aha bırak. İndi deyirəm ki biraz niyə belə oldu? Eğri oldu. Buna toxunan bir də buna toxunan. 16 yazaq. Enter. Ha yox bu belə düşdü. Səhv oldu. Səhv oldu. Buradan bura 40 idi hə? Eləmək olar əslində. Bir dənə bunu silək, bunu silək. Bu lazım deyil. Elə bayaqki kimi eləyək. Tantan radius. Bax buna bir də buna toxunan neçə? 16. Enter. Yox, bir dəqiqə silək bunu. Biraz aralı eləyək. Tantan radius. Buna bir də buna toxunan 16 yazaq. Enter. Gəlib buna tam birləşmir də, düz deyil. Tam birləşməsə belə nə edə bilərik? Biz bunu trim eləsək təbii ki nə olacaq? Biz bunu trim eləyə bilməyəcək də. Düz deyil, nə edərik? Gəl hələlik line seçirəm. Bax bunu biraz da buraya birləşdirirəm də. Uzun çəkirəm, eybi yox. Çəkdim. İndi gələm burada nəyə basıram? Trim'i. Aydındır. Bunu da silirəm. Bax, fikir ver. Əmələ gəldi. Aydındır. Alınmayanda bunu belə edirlər də. Xətti artıq çəkirsən, onu trim eləyəcəksən. Aydındır. Eski basaq. Sonra da bunu da özünü seçərəm, neynəyərəm? Mirror eləyərəm də. Düzcəsini qalsa mən bunları hamısını da seçim mirror da eləyə bilərdim. Yəni bildin nə demək istəyirəm. Bax bunu bura nə eləyək? Bura birləşmədən. Biz nəsə bu təsviri düzgün çəkməmişik. Bir də bunları silək. Mən şübhələnirəm bir. Bunların hamısını silək. Bunları da silək. Bunun ölçüsü neçədir? 90'dır. Aydındır. Bunun ölçüsü neçədir? 30'dur. Dən baxaq ölçülərə. 90, bəli 30. 90 45 kimi göstərdi yarısı. Aydındır. İndi gəl belə bir şey eləyək. Deyir ki 40 aşağı düş. Gəlin babın bu hissəsini trim eləyə bilərik əvvəlcədən. Aydındır. Bunun burasını trim eləmək olur əvvəlcədən. Gəlin burada deyir ki buradan aşağı neçə? 40 dəqiqə. Aha. Enter. Belə neçədir? 50. Eski vuraq. Və buradan təxmini biraz uzun bir xətt çəkək. Biraz uzun bir xətt çəkdim.
Enter vuraq. Eski vuraq. Aha, bir dənə də hər tümü qarşı. Buradan yuxarı çəkərik. Eski vuraq. İndi bunlar bizə lazım deyil. Bunları silək. Delete vuraq. İndi deyirəm ki, toxunan xətt çəkmək istəyirəm. Tantan radius. Deyirəm ki, buna toxunan, bir də buna toxunan. Bunun ölçüsü neçə idi burada? 24. 24. Enter. Bir də deyirəm ki, tantan radiusu seçirəm. Deyirəm ki, buna toxunan, bir də buna toxunan. Bu neçə idi? 16. Yox, səhv yerə düşdü. Bunu silək. Cibdən bunu trim edək. Trim elədik. Burasını da trim elədik. Eski vuraq. Donduya bu ekran. Bunu sildik. İndi bu çevrədir də belə gedir. Düz deyil. Bizə lazımdır ki, bir dəqiqə, bax. Bu aradadır. Bu aradadır da. Düz gedir belə. Gəl hələlik bunu silək hələlik. Burada sirkla girəm. Tantan radius. Deyirəm ki, buna toxunan və buna toxunan. 16 çəkirik. Gəldi bura. Düşdü. Orada elədir ki, bəyə. Yox. Düz deyil, elə deyil. Delete vur. Biz bunu necə eləyəcəyik? Sirkla giyirik. Tantan radius. Bax, bu hissəsinə vururuq. Bax, bu hissəsinə vururuq. Bir də bu hissəsinə vururuq. Enter vur. Yenə bura düşdü. Bir də bunu silək. Bax, burası belə gəlir. Düz deyil. Baxaq, neysə, düzgün gəlmədi. Bir də buradan 40 yazaq. 50 də belə eləyək. 50, eski vuraq. Bax, bu hissədir də, bu hissədir. Düz deyil. Bizə lazımdır ki, burayla buraya toxunan. Bunun ölçüsü neçədir? 90'dır, hə? Girəm bura. Tantan radiusa. Deyirəm ki, buraya toxunsun. Bir də baba buraya toxunsun. 16. Yox, alınmır. Nəsə bu az gəlir. Bəlkə 18 yazaq. Bu nəsə az gəlir. Delete vuraq. Bəlkə də 18 yox. Ona görə. Bəlkə də ona görə uyğun gəlmir. Bax, bu xana, bu. 18. Xana deyirəm. Daha çevirə bir də. 18 yazaq. Yox. Bəlkə 15-dən çəkək. Bəlkə də 15 yox. 16 görüyor. Sil onu. Bax, buna toxunsun, bir də buna toxunsun. Yox, dəqiqə, silək. Tantan radius. Bax, buna toxunsun, bir də buna toxunsun. 18 yazaq. Silək. Neysə, düz gəlmir burada. Bax, bir buna toxunsun, bir də buna toxunsun. 16 yazaq, 16. Niyə belə düşür axı, moralıdır. Çox moralıdır, onda bəlkə də bu ölçü düzgün deyil də. Bəlkə də bu ölçü düzgün deyil, 40 deyil bəlkə də. Hiçbir şey, bunu silək. Niyə? Burada da məcburi line-ə girək.
Bunu buradan buraya doğru çekək. Eski bırak. Sonra buradan trim'i seçək. Burasını silək. Burasını da silək. Aydındır. Neyini? Bunu da silək daha. Eski basaq. Sonra da bu ikisini seçək belə. Bak bunu da seçirik. Bunu da seçirik. Her şey seçtiğiyle bizim. Bir de baba bu balacanı da seçirik. Ben onu seçmemiştim. Ona göre yarımsı kalmıştı. Linear mirror'u seçerik. Bu mərkəzə nəzərən. Onu basaraq. Bunu da silirik. Buradan da geri trim'e. Bunu da silirik. Aydındır. Sonra baxırıq ki, bu çevrə ilə də bu çevrəyə toxunan bir dənə başqa nə var? Çevrə var. Bunun ölçüsü neçədir? Radius 15'dir. Baba. Burada. Gələn bura. Tantan radius. Bu, bir də bu. Neçə? 15. Aydındır. Sonra bunu nə edirəm? Trim edirəm. Sonra eski basıb seçib nə edirəm? Bunu da mirror edirəm. Mərkəzə nəzərən. Nə edirəm? Pisi. Sonra da burada başqa nə qaldı? Trim'i seçirik. Buranı silirik. Düz deyil. Başqa nə? Bax, buraları silirik. Hə? Sonra burada bəzi çıxıntılar var. Bunda iç tərəfdə olan çıxıntıları silirik. Başqa nə qaldı? Bunu deyəsən üstünü silməliyik də. Pisi. Aydındır. Bu biraz böyle şey oxşadır. Gitaraya bir anda oxşadır. Ya da açara da benzəyir biraz. Bir açara ya da gitaraya ya da güzgüyə. Neyse bir obyekt kaldık da yani. Aydındır. Eski basıraq. Sonra da axırda nə edirik? Bax, normalda bunun üstünə gələndə bunlar hamısı ayrı-ayrıdır da. Bunlar hamısını seçirik. Join edirik. Join. Hə, gəldi. Birləşdiririk. Üzərine gələndə şöyle tam oldu. Aydındır. Bu tam olursa demek ki burada şey yoktur da, o şeyler olur, kəsmir, bəzən qırağa çıxır. Eğer bu tamdırsa demek ki düzgün birləşir. Eğer bunun üzerine gətirsən, görsən ki tam değil, bilgilən ki hansısa hissədə kəsməlisən ona görə. Aydındır. Belə stop edək.